avqustun 16-sında Azərbaycan Sərhəd Xidmətinin yaradılmasının 103-cü il dönümü münasibəti ilə tədbir keçirilib. Tədbir Dövlət Sərhəd Xidməti Akademiyasında baş tutub. Tədbiri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov açıb. O, Dövlət Sərhəd Xidmətinin 1919-cu ildən bu günə qədər keçdiyi tarix yolundan danışıb. 1919-cu il 18 avqust tarixində Demokratik Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yeni yaranmış dövlətin sərhəd mühafizə sisteminin yaradılması barədə qərar qəbul edilmiş və ilkin olaraq 99 sərhəd mühafizə postunun yaradılması qərarı alınmışdır. Və tarixi vərəsəliyə əsaslanaraq ümumi liderimiz tərəfindən 2000-ci ilin 16 avqust tarixində imzalanmış fərman əsasında 18 avqust Azərbaycanda sərhəd mühafizəsinin yaranma günü və sərhədçilərin peşə bayramı kimi qeyd olunur. Sonra isə 103-cü il dönümü ilə bağlı videoçarx nümayiş etdirilib. Gün var, min hərbiyə. Bu gün o gündür deyərdim. Hər dildə dinləyən düşmən hər cür yalanı tıraşlamaqla məşğul idi. Azərbaycan İran dövlət sərhədinin işğal altındakı 132 kilometrlik hissəsinin azad olunması ilə başlayan sərhədçilərin zəfər yürüyüşü Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasına dək davam etdi. Cəbrayıl rayonlu, Afgan sərhədlərində olan işğal azad edilmişdir. Bununla Azərbaycan İran dövlət sərhədi 132 kilometri Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisinin müavini general-leytenant Abbas Xəlilov və Dövlət Sərhəd Xidmətinin aparat rəhbəri Elçin İbrahimov jurnalistlərin suallarını cavablandırıb. Sizə təqdim olunmuş Ednews.net-in jurnalisti Əbülfət Baxşəli Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilova öz sualını ünvanlayıb. Mütəmadi olaraq Azərbaycan Ermənistan sərhədində atəşkəs rejiminin pozulması halları qeydə alınır. Dövlət Sərhəd Xidmətinin cavabdehlik sahəsində bu faktlar mövcuddur və bir neçə halda Ermənistan silahlı qüvvələrinin terror təxribat pozuluq fəaliyyəti də qeydə alınmışdır ki, bölmələrimiz tərəfindən görülmüş tədbirlər nəticəsində o fəaliyyətin qarşısı qətiyyətinə alınmışdır. O ki, qaldı Dövlət Sərhəd Xidməti tərəfindən hər hansı bir əməliyyatın keçirilməsi. Dövlət Sərhəd Xidməti dövlətin bir strukturudur və Dövlət Sərhəd Xidmətinin Ali Başkomandanın bütün əmrlərini, göstərişlərini ən yüksək səviyyədə icra etməyə hazırdır. Amma Dövlət Sərhəd Xidməti öz hər hansısa bir, müstəqil şəkildə hər hansısa bir əməliyyat aparılmağından əlavə biz lokal qeyd etdiyim kimi hər hansısa bir təxribat olar, dövlət sərhədində, hərbi uluslarımıza qarşı, ərazi bütövlüyünə qarşı qətiyyətlə mövcud qanunvericiliyi, təlimatlar, beynəlxalq hüquq normalları çərçivəsində görülür. İnşallah yaxın müddət ərzində sual çatılmasıdır.